Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gündəmin bugün olan buraxılışında xoş gördük hər birinizi. Yaxın Şərqdə baş verən hadisələr mütəmadi olaraq təbiidir ki, verilişlərimizdə müzakirə olunur. Qlobal təhlükəsizliyə olan təsiri, siyasi əlaqələrə, diplomatik gedişata, strateji baxımdan doğurduğu nəticələr və təbiidir ki, ən çox mənfi yöndən təsiri olan sahələrdən biri də həm də iqtisadiyyatdır. Elə region dövlətlərinin də iqtisadiyyatı, həm də qlobal mənada dünya iqtisadiyyatına da hal-hazırda baş verən proseslər, müharibənin gedişi mənfi yöndən təsir göstərməkdədir. Artıq o təsirləri biz neftin, təbii qazın qiymətinin bahalaşmasında belə görə bilirik və təbiidir ki, Hörmüz boğazı əhatəsində də bütün bu hadisələrin cərəyan etməsi, İranın həmin boğaza təhdidlər yağdırması, sözlü formada və ya fiziki olaraq boğazda müəyyən məhdudiyyətləri həyata keçirmə imkanlarının olması təbiidir ki, bu qiymətlərdə də ciddi dalğalanmaların ola biləcəyi ehtimallarını artırır ki, proseslərin mümkün gedişatı nədən ibarətdir? Elə studiyamızın qonağı siyasi şərhçi Əhəd Məmmədli ilə müzakirədə aydınlaşdırmış olacaq. Əhəd bəy, xoş gördük sizi. Xoş gördük Züleyxa xanım. Əhəd bəy, elə dünya iqtisadiyyatına təsir barədə danışırıq bu bölməmizdə. Sizinlə sizin fikirlərinizi alaq bu yöndə. Bilirsiniz, bu baxır da hansı ölkənin iqtisadiyyatı üçün? Məsəl üçün, Amerikanın iqtisadiyyatı üçün gözəl mənim fikrimcə. Yəni, Amerika hər müharibədən ancaq qazanar. Düzdür, deyə bilərsiniz ki, trilyonlarla pul xərcləyir, amma nə vaxta qədər ki, o, belə deyək, o pul tutanaq, o dollar pulu, onlar, o, belə deyək, peçat stanok deyirlər də, onu onlar Amerikalıların əlində olacaq. Onlar üçün o dollardan nə qədər lazımdır, onlar həmən o piçat edib və istədiyi, yəni ki, pul xərcləyəcəklər və qazanacaqlar. Əsas odur, nədir? Neft qalxır. Kim qazanır? Birinci olaraq neft istehsalı olan ölkələr. Cümlədən Azərbaycan da, mesela Azərbaycan da müsbət oldu. Artıq 120 dollardır qalxıb. Çoxdan da bu qədər neft. Mən istədiyimdə axırıncı dəfə belə neftin qalxması maksimum 2008-2009-cu illərə təvafuk edir. Yəni, amma belə deyək, amma bəzi ölkələr üçün təbii ki, bu ziyandır. O cümlədən məsəl üçün bu raketlərdən ziyan alan, bu zərbələrdən ziyan alan körfəz ölkələrinə. Qatarın özü bir neçə gün bundan qabaq nümayəndəsi demişdi ki, bütün bunların biz belə deyək, bu zərbələrin altından qalxmaq üçün bizə bu qədər pul lazımdır və bu qədər neftin qalxması lazımdır. Neftin belə deyək, çox istehsalı lazımdır, onunla bərabər neftin qiymətlərinin qalxması lazımdır. Məncə burada ən uduzan tərəf maliyyə iqtisadi baxımdan Çin oldu. Çünki bilirsiniz, Çin son illərdir yaxın körfəzə, indiyə qədər Amerika Birləşmiş Ştatlarının çətiri altında, ondan qabaq Britaniyanın çətiri altında olmuş və ondan qabaq ümumiyyətlə Osmanlının əraziləri olmuş. Yaxın körfəzə addım atdı və bu neçə bundan qabaq Səudiyyə Ərəbistandan məsəl üçün Çin bir müqavilə bağlamış. Səudiyyə neftini Çinə satmaq, yuanla satmaq razılığına gəlmiş. Yəni dollardan asıllığını götürmək üçün. Amma bütün bu hadisələr məsəl üçün Çinin iqtisadi baxımdan planlarının və s. Mənfisinə oldu, mənim fikrimcə və ümumiyyətlə qlobal oyunçuları götürsək, ən qazanclı Amerika çıxdı. Uduş, məğlub olan, yəni iqtisadi baxımdan Çin oldu. Regional baxımdan pul xərcləyən və böyük ciddi zərbə alan iqtisadi baxımdan körfəz ölkələri oldu, İsrail oldu. İsrail üçün hər gün o müharibə bir neçə milyona gəlir. Yəni İsrail üçün hər müharibə günü bir neçə milyon deməkdir, bəli, başa gəlir. İran təbii ki, bu qədər dağıntılara məruz qaldı. Düz indi tam da çox hələ dağıntılara məruz qaldı, amma İran da uduzan tərəf oldu. Udan tərəf əsasən Amerika oldu, qismən Rusiyanı saymaq olar. Uduzan tərəf Çin oldu. Region ölkələri demək olar ki, hamısı uduzdu. İsrail də uduzdu, körfəz ölkələri də uduzdu, iqtisadi baxımdan İran da uduzdu. Və neft, Azərbaycan kimi neft istehsal edən ölkələr təbii ki, burada uddu. Çünki neftin nə qədər qiyməti qalxacaq, o qədər məsəl üçün Azərbaycan kimi ölkələr üçün də müsbət olacaq. Amma məsələn, belə bir tərəfi var ki, Azərbaycan həm də ithal edən bir tərəfdir müəyyən məhsulları və dünya bazarında da əgər neftin qiymətinin qalxması inflyasiya ilə nəticələnirsə, demək ki, ithal etdiyimiz digər məhsulların nəticədə bahalaşması tendensiyası gedə bilər, düzdürmü?
Biz əsasən bahalaşma ilə oluyor. O gün dostlarla söhbət edirik, gerək bu biznesdə olan dostlarla. Məsələn, biz çox məsələn bu materiallar və s. usta materialları, digər materiallar və s. ki, İrandan alırıq. Hə, o qiymətlər qalxacaq o mallara. Məsələn, İrandan aldığımız mallara qiymətlər qalxacaq. Ya İran satmayacaq, bunun defisiti olacaq. Amma indi gəlin açığın edək, Azərbaycan nə belə deyək, xaricə məsəl üçün əsasən idxal edir də. Təbii ki, bu Azərbaycana ziyandır. Amma biz belə götürəndə biz o gün elə bayrağın belə biz belə deyək, o dirəyini belə Çindən alırıq. Yəni bu vəziyyətdə biz əlbəttə ki, bu baxımdan bizə bu mənfidir Azərbaycan kimi, yəni hər şeyi belə deyək də bir çox məhsulları ixal edən dövlət üçün. İdxal edən ölkə üçün bu ziyandır bəli. Amma indi neftin qalxması ilə onun kompensasiya edəcəyini düşünürəm. Çinin adını çəkmişkən, Çinin faydaları və ya zərərləri nədən ibarətdir bəs? Çin bu yavaş-yavaş Körfəzə də yaxınlaşırdı, yatırım edirdi, Körfəz ölkələrlə münasibət qurdu. Hətta biz sizə Səudiyyə Ərəbistanla İran arasında danışıqlarını belə deyək, arbitrlığını Çin eləyirdi. Yəni bu qədər Çin artıq oyuna giribdi yaxın Körfəzdə və bu məsələlərdə bu Səudiyyənin və digər ölkələrin, bu neft ölkələrinin zərbə alması, neft infrastrukturunun dağılması, Amerikanın bu neft daşıyıcı tankerlərinin vurulması və s. və bütün bu vəziyyətdə Çinin oradakı yatırımları batmış olur və Körfəz ölkələri özünə gələnə qədər, Çinlə yenidən münasibətlər qurana qədər, Amerikadan asılılığını götürənə qədər mənim fikrimcə burada itirən cəhətdən para baxımından Çin olacaq. Yəni mən düz iqtisadçı deyiləm təbii ki, amma mən belə görürəm vəziyyəti. Biz siyasi şərhçi kimi də fikirlərinizi alaq Əhməd bəy. Hal-hazırda baş verənlər, proseslərin gedişatı nə cür inkişaf edə bilər? Bilirsiniz, mən o vaxtda demişdim, səhifəmdə də bölüşmüşdüm bu vaxtda. Mənim fikrimcə Amerika Yugoslaviya ssenarisini İrana etmək istəyir. Yəni Yugoslaviyada ancaq hava zərbələri indirildi və müəyyən müddətdən sonra Yugoslaviyanın infrastrukturu dağıldı. Yugoslaviya çoxlu dağıntılara məruz qaldı və Yugoslaviya məcbur oldu Amerikanın və NATO ölkələrinin diktəsini yerinə yetirsin o vaxtda və onunla sonra inqilab baş verdi, Məhməri inqilab və Miloševiç ümumiyyətlə hakimiyyətdən devrildi. Sonra da haqq edir tribunalına qədər gətirdilər onu. Orada da öldü. Daha doğrusu gəbərdi. Yəni ki, belə deyək. Eyni ssenari görünür İran çevirməsi. İranı böyük bir Qəzzaya çevirmək istəyir. Amma burada bir sual var. Qəzzanı İsrail məsələn yerlə yeksən elədi. Nail oldu mu orada maksimuma? Qəzzanı tam işğal edə bildi İsrail? Xeyr. Haması tərk silah edə bildi? Xeyr. Haması ümumiyyətlə Qəzzada hakimiyyətdən edə bildi? Xeyr. İndi İsrailin balaca İsrailin balaca Qəzzada etmək istəyəni Amerika, böyük Amerika daha Qəzzadan qat-qat böyük İranda etmək istəyir. Sonra bunu elədilər. Amma nail ola biləcəklərmi? Bu artıq sual altında. Çünki İran ideoloji baxımdan da Yugoslaviyadan möhkəm dövlətdir və hal-hazırda hərbi baxımdan da Yugoslaviyadan möhkəm dövlətdir və Yugoslaviyadan fərqli olaraq Yugoslaviya ancaq müdafiə edirdi. Yəni ki, saldırmırdı. Yəni Amerikanın Avropadakı müttəfiqlərinə bir dənə belə güllə atmadılar. Baxmayın ki, o vaxt çağırışlar vardı, gəlin Macaristanı cəzalandıraq və s. Amma Miloševiç ona getmədi, risk eləmədi. Amma İran görürsünüz, Türkiyə hava məkanında yeni bir raket vurulub və Qaziantepə dağıntıları tökülüb. Yəni, amma İran belə Türkiyə belə hava məkanına hədəfə alır. Hər kəsə saldırır Amerikanın və bazaları olan ölkələrə. Və bu da təbii ki, Amerikanın çətiri altında olan ölkələrə ziyandır. Amerikan neft daşıyıcı tankerlərine ziyandır. Amerikan müttəfiqləri bundan böyük bir ziyan təsir alır və artıq başlayırlar ki, gəlin İranla danışıqlara gələk ki, sən bizə vurma gələn və s. Bütün biz bunları nəzərə alaraq, biz İranda vəziyyət İran meydanında biraz başqa cürdür və mənim fikrimcə Putinin necə Ukrayna palçığına girdi, o palçıqdan 5 ildən çıxa bilmir. Trump və Netanyahu'nun belə deyək, necə istəyirsiniz adlandıraq, təkidi ilə, xahişi ilə, tələbi ilə, tırkası ilə, necə istəyək, burada Yahudi diasporasının, dünya Yahudilinin istəyi ilə bu İran palçığına girib. Mənim fikrimcə və bu palçıqdan Amerika istədiyini almasa, demirəm Amerikanın yox, çünki Kamala Harris bu yaxınlarda bilirsiniz, Trump'ın rəqibi. Deyib ki, bu Trump'ın müharibəsidir. Necə Trump Ukrayna deyirdi, bu Biden'in müharibəsidir. Yəni, eynən artıq rəqibləri bu müharibə Trump'ın müharibəsidir. Yəni, Trump bu müharibədən uğurla çıxmasa, bu siyasi baxımdan mənim fikrimdə Netanyahu'nun və Trump'ın sonluğunu gətirə bilər. Aydın da Əhməd bəy, minnətdarıq sizə dəvətimizi qəbul etdiyiniz üçün. Mən təşəkkür edirəm. Sağ olun.
Çox sağ ol. Belə, əziz izləyicilər, qonağımız siyasi şərhçi Əhməd Məmmədli idi və biz onunla həm siyasi həm iqtisadi məsələlərdən danışdıq. Söhbət yaxın şərqdə baş verənlərin siyasi və iqtisadi nəticələrindən gedir. Siz isə gündəmdə baş verənlərdən xəbərdar olmaq üçün diqqətiniz elə gündəmdə qalsın.